qısqanmırsa deməli sevmir. Qısqanmırsa deməli onun üçün dəyərli deyiləm. Qısqanmırsa yəqin həyatında başqası var. Bu kimi yanlış düşüncələrlə insanların beyninə xov salıblar. 100 illər boyu, 1000 illər boyu və indi də bu günə qədər də davam edir. Ürəklər, qısqanclığın sevgi ilə, istəklə bir əlaqəsi yoxdur. Yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Qısqanclıq sadəcə olaraq mentalitet qayda qanunlarından irəli sürülən fərziyyələrdir. O insanın xarakterindən irəli gələn amillərdir. Və bu kimi yanlış düşüncələrlə bəzi insanlar qısqanc olmayan insanlarda qısqanmağa məcbur olurlar ki, bu həyatımızda olan insan bizim haqqımızda mənfi fikirdə olmasın. Hər şey öz həddində, öz hüdudunda gözəldir. Həddi aşan bütün şeylər öz mənasını, öz qüvvəsini itirir, öz reallığını itirir. Ona görə indi bu videodan sonra bilirəm, bəzi kişilər orada qadınlara özlərini şirin göstərmək üçün deyəcəklər. Kişi qısqanır da, nə bilim nə, qadınlar da həmçinin bəziləri. Amma səy-səy hərəkətlər eləməyin. Həyatınız sizin üçün necə maraqlıdırsa, hansı formada maraqlıdırsa, zövqlüdürsə, o cürdə həyatınızı davam edin.